Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Rabbi şrahli sadri ve yessirli emri ve hlul uqdeten min lisani yefqahu qavli. Mövzumuz əqaid elmi haqqındaydı. Keçən dərsdə və söhbətimizdə əqaid, ümumi əqaid elmi haqqında biraz söhbət etdik və əqaiddə nə kimi mövzuları bəhs edəcək, işarə etmişdik. Qısa bir baxışda etsə yaxşı olardı ki, qeyd etdik ki, əqaid elmində, kəlam və ya əqaid elmində biz Allahı tanıma, Allah mövzusunda, hidayətçini tanıma, nübüvvət və imamət mövzusunda və həmçinin digər dünya və bu dünyadan sonraki dünya məad mövzusunda söhbət edəcək. Və bugünkü söhbətimdə bugünkü mövzumuzu biz Allahı tanıma mövzusu ilə başlayırıq inşallah və inşallah gələn söhbətlərdə bu mövzunu davam etdirəcək və digər mövzulara da çatmaq ümidi ilə inşallah. Allahı tanıma mövzusu əqaidin əsas hissələrindən və əsas əhəmiyyətli şaxələrindən biridir və bu mövzu, Allahı tanıma mövzusu iki əsas bölməyə bölünür, iki əsas təsnifata bölünür: Allahın varlığı və Allahın tövhidi. Və hər ikisi sonraki bəhslərin əsası sayılır və ən əsas prinsip sayılır. Bu nöqteyi nəzərdən biz ilk öncə Allahın varlığı və Allahın mərifəti haqqında bir qısa bir baxış edəcək və sonra Allahın tövhidi haqqında müxtəlif bəhslərə yer ayıracağıq inşallah. İlk növbədə Allahın varlığı haqqında və Allahın mərifəti haqqında bəhs edək və görək bu məsələ nə qədər əhəmiyyətə, fəzilətə və nə kimi təsirlərə malikdir. Ümumiyyətlə, Allahın varlığı və Allahı tanıma dində, İslamda, İslam maarifində ən əsas mövzulardan biridir və bütün digər məsələlər məhz bu mövzuya əsaslanır, bu prinsip üzərində qurulur. Biz Allahı tanıma mövzusunu bir Allahın varlığını və Allahı tanımanı bir neçə yolla izah edə bilərik və bir neçə yolla biz bu məsələni isbat edə bilirik. Həm Allahın varlığını və həm Allaha ilahi mərifəti. Bəzi kitablarda, dini və kəlami kitablarda bəzi kəlamçıların nəzərinə görə Allahı tanıma mövzusu və ilahi mərifət üç əsas yolla sabit olunur: fitrət, əqli mərifət və nizam yolu ilə, nəzm yolu ilə. Bu üç əsas yol Allahın mərifəti və Allahı tanıma yollarının ən əsas yollardan sayılır. Və bəzi əlbəttə təfəkkürlərə görə, bəzi düşüncələrə görə bu qeyd etdiyimiz əsas Allah, ilahi mərifətə aparan yollar əks təqdirdə bəyan edilə bilər. Yəni, ilk növbədə təcrübi dəlil, yəni nəzm dəlili və yaxud ona teleoloji dəlil də deyilir və ikinci növbədə əqli və fəlsəfi dəlil və üçüncü növbədə isə fitri mərifət yolu. Yəni, məhz biz Allahı ilk başlanğıcda nizam və nəzm yolu ilə, təcrübə yolu ilə tanıyırıq və sübut edirik. Sonra əqli və fəlsəfi mərifət yolu ilə və daha sonra fitrət və fitri mərifət vasitəsilə Allahın varlığına nail oluruq və ilahi mərifətə əl tapa bilirik. Bunlar müxtəlif fikirlərdir ki, mən ilk növbədə qeyd etdim ki, fikrimizdə olsun və sonralar azca da olsa, qısa da olsa biz bu məsələyi izah gətirəcək və bəyan edəcək. Əlbəttə, geniş biz yer bu məsələlərə ayıra bilmərik ki, digər bir mövzu tələb edir, digər bir vaxt tələb edir və
qısa da olsa işarələr edəcəyik inşallah. Amma ilk növbədə yenə də giriş olaraq biz bu yolları qeyd etməzdən öncə, yəni nəzm yolunu, əqli mərifət və fikri mərifət, əlbəttə qeyd edim ki, biz əqli və fəlsəfi mərifət yolunu qeyd etmək fikrində deyilik, çünki özü bir geniş bir vaxt tələb edir və fəlsəfi çətinlikləri var və bu məsələnin izahı ayrıca bir məsələ və əlahidə bir mövzudur. Ona görə məhz bu üç yoldan ikisinə biz işarə edəcəyik. Nəzm dəlili və fitri mərifət vasitəsinə yoluna. Amma yenə də qeyd edirəm ki, daxil olmazdan öncə əsas məsələni vurğulamazdan öncə bir giriş olaraq ilahi mərifət haqqında üç əsas məsələyə mən işarə etmək istəyirəm. İlahi mərifətin əhəmiyyəti, ilahi mərifətin fəziləti və ilahi mərifətin təsiri. Biz əgər Allahı tanısaq, nə kimi əhəmiyyəti var ümumiyyətlə? Yəni, hər bir elmdə insan daxil olduqda, o elm haqqında söhbət etdikdə, yəqin ki, zəruridir ki, o elmin əhəmiyyətinə varsın. Yəni, əgər əhəmiyyətinə biz varmasaq, o elm daxil olduqdan sonra, öyrəndikdən sonra harada işlədə biləcəyik, nə kimi təsirləri var, nə kimi əhəmiyyəti var, nə kimi fəziləti var. Əgər bunlar müşəxxəs, müəyyən olmasa, elmin bizim həyatımızda böyük rol ola bilməz, öz həyatımızda onu icra edə bilmərik və ya şövq və həvəslə bu məsələyə yanaşa bilmərik. Ona görə ilk növbədə bu üç məsələni qeyd etməyi əhəmiyyətli hesab edirəm ki, ilahi mərifətin əhəmiyyəti, ilahi mərifətin fəziləti və ilahi mərifətin təsiri. Biz əgər Allahı tanısaq, nə kimi əhəmiyyəti var, əgər Allahı tanısaq, fəziləti nədir və əgər Allahı tanısaq, təsirləri nə kimi təsirlərə malikdir. Bu səbəbdən qeyd edirəm ki, ilahi mərifətin əhəmiyyətindən başlayıram və qeyd etmək istəyirəm ki, bu məsələ, biz əgər Allahı tanısaq, bir neçə məsələni burada qeyd etməyi lazım bilirəm. O da bundan ibarətdir ki, bir, Allahı tanıma və ilahi mərifətin əhəmiyyəti bundan ibarətdir ki, əgər insan Allahı tanıyarsa, Allahın rəhmət, məğfirətinə layiq görülər və savablar və cənnətlə mükafatlanır. Əlbəttə, bu ünvanları qeyd edirəm buna görə ki, çünki Quran ayələrində vurğulandığına görə məhz bu ibarələrlə mən qeyd etmək istəyirəm. Yəni, bu məsələləri Qurandan istifadə edəcəyəm deyənə bu ünvanlarla, bu başlıqlarla qeyd edirəm. Yəni, digər bir məsələləri də əlbəttə ortaya qoymaq olar və çünki biz məsələləri Qurandan istifadə edirik deyənə lazım bilirəm ki, bu məhz bu ibarələrlə qeyd edim. Bəs birinci əhəmiyyət, Allahı tanımanın ilk əhəmiyyəti bundan ibarətdir ki, Allahı tanıyan şəxs ilahi rəhmətə və Allahın rəhmətinə, məğfirətinə layiq görülür. Quran ayəsində Casiyə surəsinin 30-cu ayəsində Allah Teala buyurur: "Fəəmmellezîne âmenû və amilussâlihât feyudxiluhum rabbuhum fi rəhməti zâlike huvel fawzul mubin." Hər kim Allaha iman gətirə və salih əməl edərsə, Allahın rəhmətinə daxil olar. Qeyd edim ki, burada iman və salih əməl dedikdə, yəni ilahi mərifət, əlbəttə salih iman daha əsaslı, çünki dini terminologiyada, dini dildə biz iman dedikdə xüsusi mərifət nəzərdə alınır. Ümumi mərifət əlbəttə yox. Sonralar inşallah vaxt olduqca biz bu məsələndə aydınlıq gətirəcəyik. Amma ilk növbədə bunu qeyd etmək istəyirəm ki, Quranda iman dedikdə, yəni ilahi mərifət. Bəs Allah Teala buyurur ki, hər kim Allaha iman gətirə və əməl-i salih edərsə, gözəl işlər görərsə, Allahın rəhmətinə daxil olar. Digər bir ayədə Allah Teala buyurur, Həcc surəsinin 50-ci ayəsində Allah Teala buyurur: "Fəllezîne âmenû və amilussâlihât lehum məğfirətun və rizqun kerim." Allaha iman gətirib əməl-i salih görən kəslər Allahın məğfirətinə layiq görürlər və böyük ruzi ilə nemətlənərlər. Bu da Allahın məğfirəti, yəni ilahi mərifətə nail olan insanları Allah Teala bağışlayar və böyük ruzilərlə onları nemətləndirər.
Həmçinin başqa bir ayədə Allah Teala buyurur, Ənkəbut surəsi 7-ci ayədə vəllezîne âmenû və amilussâlihâti lenukeffirenne anhum seyyiâtihim və lenecziyennehum əhsenellezî kânû ya'melûn. Allah'a iman gətirən şəxslər, ilahi mərifət əldə edən şəxsləri Allah Teala bağışlayar, pis işlərini bağışlayar və lenecziyennehum əhsenellezî kânû ya'melûn və onların gözəl işlərinə mükafat verər və onları savabla mükafatlandırar. Yenə də Məryəm surəsi 6-cı ayədə Allah Teala buyurur: İlla men tabe və amene və amilə salihin fə ulaike yədxulunəl cənnətə və la yuzləmunə şey'a. Tövbə edən şəxslər, iman gətirən şəxslər, ilahi mərifətə nail olan şəxslər fə ulaike yədxulunəl cənnətə, cənnətə daxil olar və la yuzləmunə şey'a və onlara zülm olmaz, zülm görməzlər. Bu ilahi mərifətin əhəmiyyətini çatdırır. Digər bir əhəmiyyət, yəni ilk növbədə qeyd etdim ki, ilahi mərifətə nail olan insan və bu mərifətin əhəmiyyəti bundan ibarətdir ki, ilahi məğfirətə, ilahi rəhmətə layiq görülür və cənnətlə və gözəl mükafatlarla mükafatlanırlar. Digər bir əhəmiyyət, İlahi mərifət əldə edən insanlar Allahın dərgahında ən gözəl insanlar sayılır. Yenə də bu ibarələri qeyd edirəm. Buna görə ki, məhz biz ayədən, Quran ayələrindən bu ibarələri biz istifadə edirik. Ona görə mən bu ünvanlardan istifadə edirəm. Bu insanlar Allahın dərgahında ən gözəl insanlardır. Xoşbəxt həyata və gözəl sonluğa malikdirlər. Bunlar ilahi xilafətə, hidayətə, nura və səadətə nail olan şəxslərdir. Yəni, ilahi mərifət təmalik olan insanlar belə bir insanlardır. Məhz ilahi mərifətə nail olduqdan sonra Allah bu nəticələrlə onları mükafatlandırır. Quranda Allah Teala buyurur, Bəyyinə surəsi 7-ci ayədə İnnellezîne âmenû və amilussâlihat ulaikehum xeyrul bəriyyə. İman gətirən şəxslər və əməli salih görən insanlar ulaikehum xeyrul bəriyyə, yaranmışların ən yaxşılarıdır. Yəni ilahi mərifətə malik olan şəxslər yaranmışların ən yaxşılarıdır. Digər bir ayda Allah Teala Rə'd surəsinin 29-cu ayəsində buyurur, Əllezîne âmenû və amilussâlihâti tûbâ lehum və husnu mə'ab. İman gətirib salih iş görənlər üçün ən xoşbəxt həyat və gözəl sonluq vardır. Əgər diqqət etsəniz, mən müxtəlif ayələri qeyd etməklə təkrar ayələri qeyd etmək istəmirəm, təkrar ayələri oxumaq istəmirəm. Hər bir ayədə xüsusi bir əhəmiyyətə işarə olunur, təkrar əhəmiyyətlər deyil. Yəni, hər bir ayə diqqət etdikdə xüsusi bir əhəmiyyət. Yəni, əgər ilahi mərifət olarsa, Allahın məğfirətinə nail olarlar. Əgər ilahi mərifət olarsa, Allahın rəhmətinə nail olarlar. Əgər ilahi mərifət olarsa, cənnətlə mükafatlanarlar. Əgər ilahi mərifət olarsa, yaranmışların ən gözəlidirlər. Əgər ilahi mərifət olarsa, xoşbəxt sonluqla nəticələnəcəklər. Yəni, bütün ayələr məhz xüsusi bir əhəmiyyətə işarə edir. Həmçinin digər bir ayədə Allah Teala buyurur, iman gətirən şəxslər, ilahi mərifətə malik olan insanları mən yer üzündə xəlifə edərəm, öz xəlifəm edərəm, necə keçmiş mərifət sahiblərini belə etmişəm. Buyurur Allah Teala Nur surəsinin 55-ci ayəsində Və'adallahu-llezîne âmenû minkum və amilussâlihat leyestəxlifennehum fil-ərzi kəməstəxlefellezîne min qablihim. İman gətirən şəxslər və əməli salih görən insanlar yer üzündə xəlifədirlər. Mən onları yer üzündə xəlifə edərəm, öz canişinim edərəm, necə ki keçmişləri bu cür etmişəm. Bu da digər bir ayə ilahi mərifətin əhəmiyyəti haqqında. Həmçinin Yunus surəsində Allah Teala buyurur, Yunus surəsinin 9-cu ayəsində İnnellezîne âmenû və amilussâlihâti yehdîhim rabbuhum bi imanihim. Mərifət sahibli insanları Allah Teala hidayət edər. Bu da çox gözəl və məzmunlu, dolğun məzmunlu ayələrdən hesab olunur ki, iki növ iman işarə olunur bu ayədə. Bir ilkin iman, bir sonraki iman. İlkin iman ilahi mərifətlə hasil olur və bu ilahi mərifət səbəb olur ki, Allah Teala daha son və kamil imanı mərifət sahiblərinə əta edir, bəxşiş edir.
Bu səbəbdən Allah Teala buyurur, iman gətirən insanlar, mərifət dolu insanlar, ilahi mərifət dolu insanlar, insanlara Allah Teala hidayət yehdihim rabbuhum bi imanhum, imanlarına görə hidayət edər. Təcri min təhtihimul ənhar fi cənnatin naim. Həmçinin Bəqərə surəsi 257-ci ayədə Allah Teala buyurur, Allahu vəliyyullezine amenu yuxricuhum minəz-zulumati ilə nur. Allah Teala mərifət sahiblərinin vəlisi, sərpərəsti, ağası və onları zülmətlərdən nura qərq edər, zülmətlərdən çıxarıb nura qərq edər. Və yenə də Qəsəs surəsinin 67-ci ayəsində Allah Teala buyurur, فَأَمَّا مَنْ تَابَ وَآمَنَ وَعَمِلَ صَالِحًا فَعَسَى أَنْ يَكُونَ مِنَ الْمُفْلِحِينَ. Hər kim iman gətirərsə, tövbə edərsə, iman əhli olarsa və əməl salih görərsə, görən kəslər nicat taparlar, xilas olarlar. Bu da digər bir əhəmiyyətdir ki, mən işarə etdim. Həmçinin başqa bir ayələrdə Allah Teala ilahi mərifətin əhəmiyyətini ali dərəcə hesab edir. Yəni, ilahi mərifətə nail olan insanlar ali dərəcədə dayanırlar. Adi bir səviyyədə deyil, yüksək bir səviyyədə yerləşirlər. Yenə də Qur'andan bəhrələnək və Qur'anın sözlərinə isnad edək, buyurur Mücadilə 11-ci ayəsində Yərfəillahüllezine amenu minkum vəllezine utul ilmə dərəcat vallahu bima tə'melunə xəbir. İman gətirən insanları Allah Teala qaldırar. Mərifət dolu insanları, ilahi mərifətə malik olan insanları Allah Teala qaldırar, yüksəklərə qaldırar və onlara yüksək dərəcələr əta edər. Həmçinin Taha surəsinin 75-ci ayəsində Allah Teala buyurur, və mən yətihi mu'minən qəd amiləs salihat fə ulaikə lehumud dərəcatul ula. Allaha imanla gələn şəxslər, Allah dərgahına imanla gələn şəxslər və əməli salih, gözəl iş görüb Allah dərgahına gələn şəxslərin dərəcəsi yüksəkdir və alidir. Bu, ilahi mərifətin əhəmiyyəti haqqında idi ki, mən qeyd etdim və Quran ayələrindən bəhrələndi. Yəni, məhz mənim bilərəkdən bu məsələləri Qur'ana istişhad və Qur'anı şahid gətirir və Qur'ana isnad edirəm ki, Qur'anda mövcud olan bu məsələnin əhəmiyyətini Qur'andan biz istixrac edir, Qur'andan alaq və Qur'anla tətbiq edək məsələləri daha əhəmiyyətli və həyatımızda daha mənalı ola bilər və bir çox yerlərdə bəhrələnə bilərik məsələlərdən. Bəs ilk növbədə mən qeyd etdim ki, ilahi mərifət nəyə görə biz Allahı tanımalıyıq? Bir, Allahın tanımağın əhəmiyyətini qeyd etdim. İkinci məsələ, ilahi mərifətin fəziləti. Yaxşı, bu əhəmiyyətlidir, fəzilətlidir, yoxsa yox. Düzdür, bir çox şeylər ola bilsin, böyük bir əhəmiyyəti olsun, amma böyük bir fəzilətə malik olmasın. Biz birinci söhbətimizdə də qeyd etmişdik ki, 3 əsas elm var ki, həm əhəmiyyətlidir, həm fəzilətlidir. Digər elmlər əhəmiyyətlidir, amma ola bilsin böyük bir fəzilətə malik olmasınlar. Amma ilahi mərifət o elmlərdəndir ki, o mərifətdəndir ki, məhz əhəmiyyətindən əlavə hətta fəzilətə də malikdir. Biz inşallah söhbətimizi burada tamamlayırıq ki, inşallah gələn məsələləri, yəni ilahi mərifətin fəziləti və ilahi mərifət